bu şəhərin podkastına çıxdıq, gəldik kəndə. Gözəl bir məkanda, ailəvi yer həqiqətən də. Nədir belə? Bu quzu ətidir, kartoşka ilə, quyruq yağında, quyruqlara baxın. Hava da shit. Ağız üstündə gizlədir o. Bəh. Sağ ol canım. Dostları, qohumları, yaxınları gözləyirik. Ay blin ha, bu nədir ha? Neçə dəqiqədir biz durmuşuq burada? Murat 6'da sizi götürdüm de yani 49'dur yani. O da 52 değil mi məndə? Sen de 52 de. Valla bu nədir la, sən zanlı. Ekranda O da eşit. Bir dənə yağış yağdıqsa da. Bak. Bir tane video var ya, öyle yağış göyden düşür, böyle görür böyle, gören ki böyle. Ha. Deyirəm elə ki, təsəvvür Yəni- gedirik, restoran bağlı, deyir hava pisdir, bugün klient olmayasa bağlayıb gedirik. Fikirləşdik ki, profkada oturmaqdan çıxaq şəhərdən qaçaq. Yəni bir Bakı kəndlərindən birinə, yəni hal-hazırda Bilgəhə gəlib çatırıq, az qalıb. Və əsas da protokola uyğun hərəkət edirik. Protokolumuz da bizdən. Gedirik. Tərtib eləmək. Artıq ki, bu şəhərin podkastına çıxdıq, gəldik kəndə. Gəlçik də, yekə olmasın. Ağzının adını bilənlər bilirlər. Damlar restoranı, əlbəttə. Sən də əsl Bakılı kimi tanıyırsan da bu yerləri. Getdi. Gəldi isti yerə, mətbəxin ən ürəyinə. Miri. Xoş gəldin. Özü ki, hə, bu restoranın, damlı restoranın şefi orada ki, əlləri də qızıldır. Yəni, ona yəni belə reklam üçün yox. Yəni, mən bəyənib deyirəm onu. Şimdi də aktivizat edirik. Nədir belə? Bu quzu ətidir, kartoşka ilə, quyruq yağında, quyruqlara baxın. Quyruq əriyir, öz yağında pişir burada Bu hazır. yeməyin adı nədir? Bu yemək bizim öz restoranımızın yeməyidir. Öz restoranımıza uyğundur. Bunlar asatinlərimizdir. Asatin balıqlardır. Hə, bax. Sizlərlə bir dənə də bir şey verəcəm. Lülə kebabdır, Hollanda. Sonra maralına verəcəm bizə, qardaşım. Danış. Biraz aktiv olay, biraz. Limonlu çolpa verəcəm sizə. Aha. O da çox. Hər yanda da verirlər onu. Hava yeməyidir. Bəli, o da bizə özəldir. Batır. İndi hamısını özümüz inşallah sizə təqdim edəcəm. Oca alikin malıdır, o vursunlar, batırsınlar. Dünən gələn kimi Moskvada Naska səfərində idim, yarışda uşaqlarla. Gələn kimi naxoda axşam saat 8 idi. Gəldim, deyirəm, Miri, xaş var onun, deyir, hə, qazana qoyulur bir 20 litrlik qazan, yarım maşında yara eləmişlər. Yəni, burada anca 6 bazar yox ha, yəni həmişə. Balığımız da ki, nə var, xına deyə, Xəzərin qızıl balığı. Ustam belə sönmədilər, bizə amma qızıl balıq, bəh, əla. Başlama olar, otur. Yox, hayır. Ağzıma King Kong bəbək. Ha. Salam əleykum. Öyle. Rasputin müəllim. Eşitdim protokol var, sırası gəldin ha. Havanın nə olmağı, nasıl olmağı, yağış yağsın, isti qar yağsın, lap belə yağış aşağıdan yuxarı yağsınsa, protokol varsa, bunu boşaltmalıyıq. İlkin bəy. Bugün hardayız? Damlar restoranında. Məştəq eləmdiz Bilgə kəndinin arasında gözəl bir məkanda, ailəvi yer həqiqətən də. Qəşəng bağlı bağçalı. Ailəmizdən gəlmişik qəqras. Bağlı bağçalı. Özü mükəmməl həqiqətən də yeməkləri var. Yəni xaçından tutmuş, pingal gürzəsi və kababından Bugün bütün qazan Şef Power bizi bugün təəccübləndirmədi. Düzdür? deyib də. Maraqlı. Deyib, söz verib ki, babat bir yeməklər olacaq. O da ki, birazdan baxaq da. Bir də dostumuz Və Lətif də buradadır. Salam aleyküm. Bir də İlkin bəy, niyə bu restoran adı Damladır? Çox maraqlı bir istoriya olmuşdu orada. Soruşdu ki, niyə Damlalar rəhmətli Hacı qoyub adını? Bu gecə soruşmaq, heç kim bilmir. O istəyir. Allah rəhmət eləsin, hə. Allah rəhmət. Bəli, Allah rəhmət eləsin. Başlayaq. Bismillah eləyək. Başlayaq zaten sırası. Wow. Farklı neçənci çək işlədi protokol eləşmə? 4.
4-cü çəkişə qədər öz stoykasını saxlayıbsa, deməli halaldır. Yəni barağı birinci test edilmişik, sonra yoldaşlara verim. Ad həmənki addır, dad da daha dadlıdır. Xoş gəlmişik, xoş görüşmüşük. Bizim sağ Həmişə iyiləşmələrdə. Bəli. Hava da şipsdir. Birinci halonlardan çox danışmayacaq halonlardan. Bu yəni pomidor, vişnəli pomidor salatı. Orada nəsə narın altında desə mimozadır, onun oxşayır. Və bu xırxırtı balını biraz fərqli padaysadır. Plus sarımsaqlı. Çox dadlı var. Bol sarımsaq. Ətri istəyir. Hə, maraqlı bir temadır. Sos çox maraqlı sos. Bir də onu da vurğulamaq istəyirəm ki, bu zeytun tutmasını özləri üzərində, burada arxada zeytun ağacları var və fərqli olan çox böyük və dadlıdır. Məşhur olan məsləhət görə siz uzunmalıdır. Vurun geçsin. Çox yaxşıysan. Daha bəlkə sən də. Vurub pozla. Standart salatdır yəni pomidor vişnə sosunda ya sonra vişnəli pomidor salatı adi şeydir, manqal salatı adi şeydir. Bu biraz fərqlidir dediyimiz kimi. Burada xırtxırtı badımcan, ayrıca belə iri pomidor. Hani heç yerdə görməmişəm bu qədər iri pomidor olsun bu salatdan. Balaca mən çeyre zad görmüşdüm əslində. Yox, o həm də o Sos tabii yəni burada soya əslində olmalıdır. Fərqli məsələ sos. Deməli çox yerdə soyalı sos, bir mamasita sosu, çili ilə qarışdırırlar. Burada amma çox belə maraqlı turşməzə sosu. Mənim məsələn şefdən öyrəndim. Naşarabdır. Sonra sarımsaqdır və bir iki dənə də deyir, uca sekretdir deyə mənim üçün görüş halal. Amma sən dedim ki, amma çox daha klassik mənə daha çox xoşuma gəldi. Amma salat da saat çox zəif. Amma sən dedim ki, yox, klassik ayrı. Bu biraz milli style yaxındır, hə. Ona görə naşarabdır, amma çox maraqlıdır, çox dadlıdır həqiqətən də. Özə bunu sırf Bakı şərtləri, məşdağa birgə xas olan yumru badımcanlar var, ancaq ondan əldə. Bakıda kimi uzun badımcan eləmir. Gətir belə qeyd elədir. Kraxmalı biraz azdır, yəni şax dayanmır. O, O bir nüans var. amma gözü çox dadlıdır ya. Bir dənə də məsələ var. Yumru badımcandır. Odur ki, bundan sonra axşam görüşümüz varsa, yığışdırın. Çünki sarımsağı boldur. Süfrəmizə gəldi gürzə. Gürzə həqiqətən möhtəşəm, quzu ətindən və Bakıda heç bir yerdə verilməyən bir xüsusiyyəti var. Yəni gürzəni görürsünüz, gürzəni kərə yağına üstünə gəzdiriblər və hazır qovrulmuş onun içliyindəki qovrulmuş deməli qiyməsindən də töküblər üstünə. Yəni belə şey, demək olar ki, ən çox bizi öyrəşmiş ki, xingalın üstünə ət tökürlər. Deməli, mimoza salatı üstündən belə nar vurublar. Narlı mimoza. Narlı mimozadır. Sözün açığı elə sadə mimozadır. Bildiyimiz üstünə nar vurublar və salam. Amma belə normaldır üstü. Yumşaqdır, qəşəngdir. Hə, uşaqlar. Oradadır. Ha, bak. Ay, da buna bax. Buna bax. Ha, vedrən çıxart, qoy bura. Şeylə ver gəl. Babat semalı nəsə. Daş altı yox, daş üstüdür. Bu daş üstü deyil, hə, Sağ olsun. Səsini eşidirsiniz. belə yeyək. Bu əti də ki, bu qoyacaq bunu belə. Bu belə. Nə bu? Yox, biraz. Qulluq edirəm sənə. Oyna. Mamma mia. Mamma mia kimdir sən? Portamore. Dadı mənə Matrix verəcək. Ləzzət. Biz vegetarian. Buyurun möhtəşəm Ancaq fısıltısı. tərəvəzli. Ali, bizim qardaşımızdır, ağa. Özü ki, köhnənin sənətkarlarındandır. Yəni, həqiqətən də türklər demişkə işlətmənci. Yəni ki, ruslar demişkə
Manager, problem. Türklər demişkən, ruslar demişkən, Ay, ingilislər demişkən necə olacaq? Managerlər. Project manager. Ağa, hə, həqiqətən bu ağa bir müddət bu restorana bağlanmışdı, amma yenə tezən qayıdıb və bu proyektdə də həqiqətən də ağa zapis eləmişdi, start eləmişdi. Ağa, həqiqətən də yenə sənin o dəstək xəttin necə var, buranın köhnə yeməklərin qayıdıb əla. Xoş gəlmisiniz. Çox sağ olun, Damla minnətdarım. restoranda dostları, qohumları, yaxınları gözləyirik. Allah versin, həqiqətən Çox də sağ ol. əla, möhtəşəm. Əla yox, möhtəşəm. Deyilənə görə mağazinlərdə protokol olaraq o qədər tez bitir ki, hamı alır da. Amma mən belə başa düşürəm ki, vahid tez bana gedir, hamısını alır, çıxır gedir. Görürsüz? İmkan vermir. Susuyub uşaq, susuyub. Oğlum ciyəri yanaşı o. Saxla da bəsdir də, imkan ver, lətif deşsin də. Vay da. Vay da. Yaxşıdır da. Respekt. Nə deyim? Ancaq respekt. Hoppa. Mən döş xəstəsiyəm. Həqiqətən də kleydi ama. Bizim aparat qardaşımız çəksin ona. Sitrus. Lorda. Həqiqətən. Yeri gəlmişkən, bu zonada, yəni kim ki burada yaşayır ümumiyyətlə, bu zonaya gəlmək istəyirsə, bu Damla restoranı çox gözəl bir məkandır. Çünki yayda bura başı park deyil, amma qışda əsl yeridir. Yəni belə havada, xudmani havada belə yaxşı noyabrdır. Elə bir siz gəlmişsiniz hansı rayondan, doğrudan burada meşəlikdir ətrafı, Yesin ki, yaşıllıq, həyətə də bunu neyəsən deyər. Yesin Türkiyə olur. Gəbələ belə ola Yesin Türkiyə nədir lan? Sən bugün partladırsan öz aramızı. Yesin Türkiyə. 4 yoxsa 17 mənim. Sovetskiy şkola. Olsun ki. Yaxşı bir 31-dir mən. Bu nəyin malıdır? Sağ mal. Burada qaliblər yoxdur. Ona görə bir rumka gedər. Mən maraqlıdır. Həpsi yumuşaq pambıq. Bizim biraz kəkşotu da qatıb, bunlar maraqlıdır. Protokol nömrə 4. Məkan Damla. Burada da imza yeri olmalı. Hurra! Təbriklər. Mini qardaş, bu nədir belə götürüb gəlmişsən? Şaurmadır, nədir belə? Şaurma Kaşarlı lülədir, özü qıramdır. Bundan ümumiyyətlə heç bir restoranda yox. Nə, biz izah elə bundan bir şey. Biz belə şeylərə görə Bunun gəlmişik. tərkibə ən əsas sirri qalmalı yaxşı. Yox, sirri qalsın. Üstü nədir? Lavaşdır. Üstü bəli, lavaşdır onu. Yumurta ilə küncüddəki üstünə vurulur. Alıb üstündə gizlədir o. Respublikada heç bir yerdə yox. Hər ustanın bir sirri var. Məsələn, Ancaq mən sizə deyim ki, bu pendirli lüləni mən görmüşəm. Ancaq tərkibi nədirsə, necəsə, sizin əl işiniz necəsə, onu bilmirəm. Onlar standart Yox. lülə və pendirdir. Hə, lülə və pendirli. Demin. Amma belə sirli bir müəyyən bir qatqılar var orada. Qatqılar var ki, məsələn belə, bunu siz yeyəndən sonra pendirin özünə məxsus olan adam vurmağı var da. Bu yoxdur, onu yeyirsiniz, amma nə hiss eləmirsiniz turşluğu. Amma görürsünüz ki, axırda heç elə bir yüngül bir yemək yemişsiniz. Halbuki quyruqdur, quzu ətidir, qaymaqdır. bir həqiqət desək də var. O sən Avropanı çox gəlmisən, Ali. O Strudel var da. Tostan Strudel oxşayır. Venski Strudel, hə. Amma bu görə o promo Meştahinski və Belgiyski Strudeldir. Bruselski. Nüsrət. Qələt eləyir. Dağılda kişi. Nüsrət. Bu bizim Məştağanın nüsrətidir. Xüsusi əziyyatlar var bu içinə. Mən burada hiss edirəm keşniş toxumlu belə notkalar var. Yüngül keşniş toxumudur. Belə ki, çox sosumdur. Yəni ki, bilməm ki, quzulu ləsədir. Böyle qalsın. Burada Bu həqiqətən marmelatıdır. Səfa, görünmə almaqlar. bir neçə yeməyin miksi görürəm. Elə bir ki, bir balaca o
lazanya deyilən bir İtalyan yeməyi var. Onun elə bir balaca oxşarlığı var. Pendir burada hiss olunur. Lülə heç öz yerində. Bunda bu abaloçkası konkret elə bir ki, elə dürümün içində deyil elə bir, amma dürüm deyil də yəni bu. Babat çama. Slavyanov kaymak nədir? Ha. Yəni Ələkbər. sözlə bunu belə izah eləsən. Demək olar ki, belə özü halal pendir deyil, yəni masalı pendir deyil, çox dartılmalı. Çünki onlar belə də şey eləmir. Dartılmır ha? Hə. Pizza pendirindəndir. Masalı ağdır. 100%. Amma çox yüngüldür ya, amma dadlıdır. Vahid qardaşımız nəsə deyirdi. Ələkbər, əsas odur. Buna protokol yazma olar. Bu yeməyə? Əlbəttə ki. Səbəb olsun. Fərq eləmir nə olsun qarşında. Nə qədər yazar? Buna 10 Yaz 100. 100 yaz. 100-dən olmaz o. Sən bacararsan. Oturmuşuq Vahidlə. Başımın söhbəti qarışdı. Bir var yox, yemək var. Yemək var idi burada. Özü ən axırıncı zor kaşarlı lülə var idi. Biraz bir yağlı bir kusok saxlamış bir axırıncı bir hap götürüb. Baxıram. Nəsə burada danışıq elədi. Qaqaş da gəldi deyəsən boş qapıları yığışdırırdı da. Olub bir döndüm baxırım, onu tərtəmiz edim. Boş qapıları var. Yoxa çıxdı. Yox, mən özü hazırlaşım, eləyim. Yaddaşda qalıbdım ki, nəsə var da burada. Onu aparıb. Bu da deyir ki, məndə yemək görürsünüz, yemək yoxdur bunda. Yazıq apar hər şey. Belə olmaz belə. Qızışdı. Neyse, sənin söhbətin deyil, öz söhbətin. Vurub qutarma lazımdır o. Suzuyu var. Qaldır Ələkbər. Lətif də var. Lətif şokdadır. Şok. Out of competition. Lətif qorxdu ona görə də. Ölüm qrupuna düşüb. Bu Rasputin'i kim gətirib bura? Burada soyunub, bilmirəm nəyə görə. Amma biz getməliyik, çünki artıq məclisin sonuna gəldik, çatdıq. Hesabı da siz yeməklərin hesabını gördünüz. Yəni kifayət qədər normaldır. Normal. Demək olar ki, Dadlıdır. Bu kaşarlı lülədə əcdağı bir şeydir, oradan ekskluziv bir şeydir. Siz də elə belə yerlərə həmişə axtarırdıq ki, ekskluziv yeməklər olan bir məkanlara gələ və bunu bugün burada axtardıq və tapdıq. Amma zaten onsuz da buranın zamanı hamısı tanıyırdı. Damla məkanı nə tanınır onu da çox yaxşı bilirsiniz. Demək ki, kim bilmirdisə, bugün də bu kaşarlı lüləni məncə özü üçün tapdı. Odur ki, indi biz sizə ünvanı deyək, Bilgə qəsəbəsi, Bilgə kəndin içindədir. qəsəbə yox, Bilgə kəndidir nə qədəşlər. Bakıda o qəsəbə yox, Bakı elə Bakıdır. Elə kənd, Bilgə kəndi, bir addımlığında Məşdağa. Elə ki, protokolu bu üçün. Bilgə kəndi, kəndin içindədir, yəni əsas yoldan biraz kənardadır, yəni dəniz yolunda deyil, biraz içəridədir. Kardioloji şeydən də o sanatoriyadan içəri girirsiniz, biraz da gelirsiniz, Waze-lə yazsaz damla promosi bura gətirəcək. Rahat tapılan yerdə parking nə qədər istəyirsən. Odur ki, dostlar, şəhərin propkalarından çıxın, gəlin bu tərəflərə. Biraz zordur da oradan. Protokolumuz bugün üçün bağlı elan olunur. Həmişə Yeyib içməklərdə Dank. Bitti. dank.